İndi isə gəldik fe'li xəbər və ismi xəbərin qaydasının izahına. Xəbərin iki növü var. İsmi xəbər və fe'li xəbər. Fe'li xəbər nə edir, nə etdi, nə edəcək, nə olub, nə olur, nə olacaq kimi suallara cavab verir. İsmi xəbər isə kimdir, nədir, necədir, haradır kimi suallara cavab verir. Məsələn, əsgərlərə məktub yazırıq. Nə edirik? Yazırıq. Cəfər mövzunu başa düşdü. Nə etdi? Başa düşdü. İndi isə ismi xəbərin suallarına baxaq. Kitab çox maraqlıdır. Necədir? Maraqlıdır. Əlinin anası həkimdir. Kimdir? Həkimdir. Biz ismi xəbərlə fe'li xəbəri fərqləndirmək üçün qısa və açar məqamımız var. Hansı ki, yadımızda saxlamalıyıq ki, əgər xəbərimiz adlarla ifadə olunubsa, yəni isim, sifət, say, zərflə ifadə olunubsa, bu ismi xəbər olacaq. Yox, fe'llə ifadə olunubsa, fe'li xəbər olacaq. Yəni biz xəbərdə hərəkət görürüksə, fe'l görürüksə, olacaq fe'li xəbər, görmürüksə, nə olacaq? Olacaq ismi xəbər. Bir tapşırığına baxaq. Suallara cavab verməklə cümlələri tamamlayın. Xəbərin növünü müəyyənləşdirin. Bayrağımız dəyərlidir. Necədir? Dəyərlidir. Mən rəfdən kitabı nə etdim? Götürdüm. Bura haradır? Bura Bakıdır. Mənim bacım kimdir? Həkimdir. Sərçələr necədir? Balacadır. Ustalar nə etmişlər? Getmişlər. İndi isə bunların növünü müəyyənləşdirək. Xəbərin növləri hansılar oldu? İsmi xəbər, fe'li xəbər. İsmi xəbər, görək hansılar ismi xəbərdir? Bayrağımız dəyərlidir. Bura Bakıdır. Mənim bacım həkimdir. Sərçələr balacadır. Bunlar oldu ismi xəbər. Ustalar getmişlər. Nə etmişlər? Getmişlər. Fe'li. Mən rəfdən kitabı götürdüm. Nə etdim? Götürdüm. Fe'li. Bu qədər. C tapşırığına baxaq. Cümlələrdə xəbərləri tapın, ismi və ya fe'li xəbər olduğunu müəyyənləşdirin. Ərazi qalın meşəlikdir. Necədir? Daha doğrusu, nədir? Meşəlikdir. İsmi xəbər. Burada biz hərəkət gördük. Xeyr, hərəkət görmədiksə ismi xəbərdir. Bu film çox maraqlıdır. Necədir? Maraqlıdır. İsmi. Şagirdlər müəllimi diqqətlə dinlədilər. Nə etdilər? Dinlədilər. Fe'li, artıq hərəkət gördük. Biz bu günlərdə kəndə gedəcəyik. Nə edəcəyik? Kəndə gedəcəyik. Hərəkət gördük. Fe'li. C tapşırığına baxaq. Cümlələrin xəbərlərini tapın, uyğunluğu müəyyən edin. Əvvəlcə cümləmizdə xəbərlər tapaq. Dedik ki, nöqtədən əvvəl gələn sözümüz xəbər olur. Həmçinin dır, dir, dur, dür suallarına cavab verir. Dır, dir, dur, dür şəkilçili suala cavab verirsə və yaxud da nə edir, nə edəcək, nə etdi tipli suallara cavab verirsə, bu söz xəbər sayılır. Sənin qiymətin 5-dir. Neçədir? 5-dir. Dincəlmək üçün dayandılar. Nə etdilər? Dayandılar. Sabah hava soyuyacaq. Nə edəcək? Soyuyacaq. Bu işin səbəbkarı onlardır. Kimlərdir? Onlardır. Baxaq görək qarşı ilə hansı uyğunluq olur. Deməli, neçədir? Nə etdilər? Nə edəcək? Soyuyacaq. Onlardır. Kimlərdir? Kimdir? Fərq etməz. B bəndi. Deməli, sənin qiymətin 5-dir. Neçədir? 5-dir. Dincəlmək üçün dayandılar. Nə etdilər? Dayandılar.
Sabah hava soyuyacaq. Nə edəcək? Soyuyacaq. Bu işin səbəbkarı onlardır. Kimdir? Onlardır.